Salam, dəyərli Atəşgah komandası. Gəlin bir anlıq təsəvvür edək. Bir şirkət illərlə reputasiya qurur, marka yaradır. Amma bir gün sadəcə bircə dənə qüsurlu məhsula görə hər şey məhv ola bilər. Bax, bugün biz məhz bu gizli, amma çox real təhlükədən danışacağıq və ən əsası ondan qorunmağın yolunu, məhsula görə məsuliyyət sığortasını dərindən öyrənəcəyik. Bu təlimin sonunda əminəm ki, hər biriniz müştərilərə bu sığortanın nə qədər həyatı olduğunu tam inamla izah edə bilər. Gəlin yol xəritəmizə baxaq. İlk olaraq bu məsuliyyəti deyilən gizli təhlükənin nə olduğunu araşdıracağıq. Sonra atəşkə olaraq biz bu təhlükəyə qarşı hansı zəmanəti veririk, onu öyrənəcəyik. Mövzunu daha yaxşı anlamaq üçün real bir hekayəyə baxacağıq. Sonra müştərilərin çox yayılmış səhvlərinə toxunacağıq və sonda uğurlu satışın sirlərini birlikdə açacağıq. Yaxşı, başlayaq. İlk sual budur. Niyə bir çox şirkət öz məhsulunun yarada biləcəyi riski görməzlikdən gəlir? Gəlin, bu gizli təhlükənin pərdə arxasına birlikdə baxaq. Bilirsiniz, müştəri ilə görüşə başlayanda ona məhz bu sualı verin. Sizcə, satdığınız hər məhsul özündə bir risk daşıyır və siz bu riskə hazırsınızmı? Bax, bu sual söhbəti dərhal qiymət nə qədərdir müstəvisindən çıxarıb, biznesimi necə qoruya bilərəm müstəvisinə gətirir. Bu, çox güclü bir başlanğıcdır. Məsələnin kökü əslində çox sadədir. Əgər sizin müştərinizin satdığı bir məhsul kiməsə və ya kiminsə əmlakına zərər verirsə, qanun qarşısında birbaşa o məsuliyyət daşıyır. Bizim üçünsə bu Atəşgah qaydalarının C bölməsi 12-ci maddəsidir. Yəni biz məhz bu hüquqi öhdəliyi, bu riski sığortalayırıq. Yəqin müştərilərinizdən tez-tez eşidəcəksiniz ki, mən istehsalçı deyiləm, problem olsa istehsalçı cavabdehdir. Bax, bu slayd o arqumenti tamamilə darmadağın edir. Məsuliyyət gördüyünüz kimi bir zəncir kimidir. Zərər çəkən adam Çindəki istehsalçını yox, elə bu zəncirin istənilən halqasını, yəni ithalçını, distributuru və ya pərakəndə satıcını məhkəməyə verə bilər. Bu o deməkdir ki, sizin müştəriniz birbaşa hədəfdədir. Və bir vacib məqam da var. Risk təkcə istehsalatdakı bir səhvdən yaranmır. Elə ola bilər ki, məhsulun öz dizaynı təhlükəlidir və ya üzərindəki təlimatlar, xəbərdarlıqlar tam yazılmayıb. Məsələn, bir kimyəvi maddənin təhlükəsi barədə yetərincə məlumat verilməyibsə, bu özü də böyük bir iddia üçün əsas yarada bilər. Yəni, problem təkcə məhsulda deyil, onun təqdimatında da ola bilər. Yaxşı, problemi anladıq. Bəs Atəşgah bu risklərə qarşı hansı zəmanəti, hansı qalxanı təklif edir? Gəlin indi birbaşa təminatımızın detallarına baxaq və görək müştərilərimizi tam olaraq nələr gözləyir. Bax, bu cədvəl hər şeyi çox aydın göstərir. Soldakılar bizim təminatımızdır, yəni üçüncü şəxslərin sağlamlığına, əmlakına dəyən zərər və ən əsası, bütün bu prosesin gətirib çıxardığı hüquqi müdafiə xərcləri tamamilə bizlidir. Sağ tərəfdə isə istisnalar var. Məsələn, məhsulun özü xarab olarsa və ya onu bazardan geri çağırmaq lazım gələrsə, bu xərclər təminata daxil deyil. Bu fərqi anlamaq və müştəriyə düzgün izah etmək çox vacib. Nəzəriyyə əladır, amma gəlin itiraf edək ki, real hekayələr daha yaxşı yadda qalır. İndi gəlin adi bir elektrik çaydanının necə böyük bir problemə çevrildiyini və Atəşgahın bu vəziyyətdə necə xilaskar rolunu oynadığını addım-addım izləyək. Gəlin bu zaman xəttinə diqqətlə baxaq. Cəmi 60 gün. Birinci gün normal bir satış əməliyyatı aparılır. 30-cu gün həmin məhsul qəza törədir. Və 60-cı gün artıq şirkətə qarşı rəsmi məhkəmə iddiası var. Hər şey həqiqətən də göz qırpımında baş verir. Və budur nəticə. 25.000 manatlıq bir iddia. Bura həm müalicə xərcləri, həm mətbəxin təmiri, həm də vəkillərin ilkin ödənişləri daxildir. Kiçik və ya orta bir biznes üçün bu aylarla qazanılan gəlirin bir anda silinməsi deməkdir. Çox ciddi bir zərbədir, deyilmi? Bax, sığortanın əsl gücü məhz burada başlayır. Mağaza bizə xəbər verdiyi andan etibarən sükan arxasına atəşkəh keçir. Biz vəkilləri təyin edirik, bütün məhkəmə prosesini idarə edirik və sonda təzminatı ödəyirik. Müştəriniz üçün bir fəlakət ssenarisi bizim üçün sadəcə idarə olunan bir prosesə çevrilir. Bizim müştərilərimizə satdığımız əslində budur. İflasla biznesin davamlılığı arasındakı o böyük fərq. Bu, əsl maliyyə rahatlığıdır. İndi isə gəldik ən maraqlı hissəyə. Gəlin sizin müştərilərin ən çox səsləndirdiyi etirazlara və bəhanələrə qarşı silahlandıraq. Bunları əvvəlcədən bilmək sizə danışıqlarda böyük üstünlük qazandıracaq. Bəlkə də ən böyük yanılğı budur. Problem olsa xarici istehsalçı cavabdehdir. Gəlin real danışaq. Zərər çəkən bir insan üçün, məsələn, Çindəki bir fabriki məhkəməyə vermək həm çox bahalı, həm də demək olar ki, qeyri-mümkündür. Ona görə də bütün hüquqi və maliyyə yükü kimin üzərinə düşür? Əlbəttə ki, yerli satıcının, yəni sizin müştərinizin. Zəncirdəki son halqa olmaq çox vaxt ən ağır zərbəni almaq deməkdir.
Yaxşı, bu qədər məlumatdan sonra bütün bunları uğurlu bir satışa necə çevirə bilərik? Bu dəyəri müştəriyə necə çatdırmalıyıq ki, onlar bunu bir xərc kimi yox, öz biznesləri üçün bir sərmayə kimi görsünlər? Budur sizin əsas arqumentləriniz. Bizim əsas vəzifəmiz müştərinin düşüncə tərzini dəyişməkdir. Bu sığorta bir xərc deyil. Bu, brendi qoruyan, maliyyə sabitliyini təmin edən və ən əsası biznesin qorxmadan böyüməsinə imkan verən strateji bir sərmayədir. Söhbəti məhz bu 3 nöqtə üzərində qurmalısınız. Və müştərinizin yaddaşında qalmalı olan son cümlə də budur. Bu, sadəcə bir sığorta polisi deyil. Bu, sizin illərlə qurduğunuz hər şeyi qorumaq üçün kritik bir alətdir. Beləliklə, təlimimizi bu vacib sualla bitiririk. İndi öz müştəri portfelinizi düşünün. Bu maliyyə qalxanına ən çox kimin ehtiyacı var? Gedin və bugün öyrəndiklərinizi tətbiq edin. Unutmayın, siz sadəcə sığorta satmırsınız. Siz əminlik və təhlükəsiz gələcək satırsınız. Diqqətiniz üçün təşəkkür edirəm.